Gədəbəy rayonunun enerji təminatının sabit və keyfiyyətli şəkildə həyata keçirilməsində, əhalinin fasiləsiz elektriklə təmin olunmasında böyük əməyi olan Gədəbəy rayon İşıq İdarəsinin rəisi Ramil Məmmədov bu sahədə peşəkarlığı və rəhbərlik bacarığı ilə seçilən nümunəvi şəxslərdən biridir. Ramil Məmmədov uzun illərdir enerji təsərrüfatı sahəsində fəaliyyət göstərir. O işinə məsuliyyətlə yanaşır, daim yeniliklərə açıqdır və rayonun hər bir kəndində, hər bir küçəsində işıqların yanması üçün gecə-gündüz fədakarcasına çalışır. Onun rəhbərliyi altında idarə kollektivində yüksək nizam-intizam, qarşılıqlı hörmət və əməksevərlik hökm sürür. Ramil müəllim işçilərin təhlükəsizliyi, texniki avadanlıqların mütəmadi yenilənməsi və sistemli iş rejiminin qorunmasına xüsusi önəm verir. Onun rəhbərliyi sayəsində Gədəbəy rayonunda enerji təchizatı sayəsində ciddi irəliləyişlər əldə olunub, nasazlıq və fasilələr minimuma endirilib. Səmimiyyəti, sadəliyi və vətəndaşlara diqqət və qayğısı ilə seçilən Ramil Məmmədov həm kollektiv arasında, həm də rayon ictimaiyyəti tərəfindən böyük hörmət və etimad qazanıb. Belə peşəkar və məsuliyyətli rəhbərlərin fəaliyyəti sayəsində bugün Gədəbəy rayonunda işıqlı, inkişaf edən bir mühit formalaşır. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Ramil Məmmədova təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Ramil müəllim.